Gedirik nəyə? Şagirdlərin və müəllimlərin istifadə elədiyi avadanlıqlar və onların təhlükəsizliyi. Diqqətlə qulaq asın. Deyir ki, təhlükəsizlik dərsin bütün mərhələlərində əsas nədir? Prinsipdir, yəni əsas üstünlük təşkil edir. Aydındır? Yəni, dərsin bütün mərhələlərində siz nə eləməlisiniz? Təhlükəsizliyi, şagirdin təhlükəsizliyi nəzərə almalısınız ki, yəni, şagirdlər bu təhlükəsizlikdə şagirdləri nə edəsiniz? Qoruya biləsiniz. Aydındır? Şagirdləri qoruya biləsiniz. Və gəlin gedək indi nəyə? Gəlin gedək birinci müəllimdən başlayaq. Yəni, hörmət əlaməti olaraq birinci müəllimdən başlayaq. Deyir ki, müəllimin vəzifəsidir. Yəni, dərsi keçən bir müəllimin vəzifəsidir bunları etmək. Deyir ki, dərsdən əvvəl idman zalının və avadanlıqların yoxlanılması. O səs kimdə tutduğunu bağlasın. Çıxıb gəlir. Dərsdən əvvəl idman zalının və avadanlıqların yoxlamaq. Dərsdən əvvəl nə eləməlisən? Dərsdən əvvəl avadanlıqları, istifadə olunan əşyaları nə eləməlisən? Yoxlamalısan. Dərsdən əvvəl ki, şagird dərsə girəndə hər hansısa bir qəza baş verməz. Şagirdlərin sağlamlıq vəziyyətini və tibbi qruplarına nəzərə almaq. Biz axı tibb qrupların keçəndə demişdik, şagirdlərin hər biri fiziki tərbiyə dərsi ilə məşğul olmuş. Orada bəzi istisnalar var idi. Düzdür? Yəni, tibb qrupların siz nəzərdə saxlamalısınız ki, yəni bu şagird, məsələn deyirəm, Vasif adında şagird turnikət çıxmamalıdır. Yəni, turnikdən istifadə eləməməlidir. Düzdür? Bunların hamısını eləməlisiniz? Bunların hamısını diqqət mərkəzində saxlamağınız vacib sayılır. Sonra fiziki hərəkətlər. Yəni fiziki hərəkət nədir? Gündəlik, yəni dərslərdə istifadə elədiyimiz söhbət hərəkətdən gedir. Dərsdə istifadə elədiyimiz hərəkətdən gedir. Deyək ki, fiziki hərəkətlər sadədən mürəkkəbə doğru planlaşdırmaq lazımdır. Sadədən. Məsələn, biz dərslərə başlayanda niyə sadədən başladıq? Ona görə sadədən başladıq ki, məsələn, müəllim də olsa, beyində yüklənmə olmasın. Ona görə birinci sadə, biraz mürəkkəb, gəldik çıxdıq daha mürəkkəbə. Başa düşdünüz? Ona görə də fiziki hərəkətlər zamanı da sadə hərəkətlərdən mürəkkəbə doğru neyləməlisən? Planlaşdırılmalıdır. Sonra dərs zamanı şagirdlərə daimi nəzarət etmək. Bax, dərsin gedişatında, yəni sizə verilən o 45 dəqiqə ərzində daima şagirdi nəzarət altında saxlamalısan. Nə bilim, dərsi burada buraxım, nə bilim, gedim qonşu ilə danışım, gedim, nə bilim, məktəbin işçilərindən hər hansısa biri ilə danışım, nə bilim, çayxanaya gedim, nə bilim, bufetə gedim. Belə bir şey qətiyyən olmaz. Aydındır? Yəni, sənin vəzifə borcundur ki, bunları yerinə yetirmək. Şagirdin vəzifəsi isə deyir ki, müəllimin göstərişləri və komandalarına əməl etmək. Müəllimin göstərişinə və komandasına nə eləməlidir? Əməl eləməlidir. Yəni, onun əməl eləməsi vacibdir. Sonra nizam-intizam qaydalarını pozmamaq. Nizam-intizam qaydasının qəti şəkildə nə eləməməlidir? Pozmamalıdır. Nizam-intizam qaydalarına riayət eləməlidir. Müəllimin icazəsi, əsas məsələ. Müəllimin icazəsi olmadan avadanlıqdan istifadə etmək. Müəllimin icazəsi olmadan avadanlıqdan istifadə etməmək. Yəni, müəllimdən icazəsiz gedib hər hansısa bir avadanlığın üzərinə çıxar və yaxud da ki, avadanlıqdan istifadə eləyə qətiyyən olmaz. Yadınızda saxlayın. Qətiyyən olmaz. Sonra,
Gedək indi nəyə? Gedək indi təhlükəsizliyin təmin edilməsinə. Təhlükəsizliyin tədbirlərinin 4 əsas istiqamətdə həyata keçirilir. 4 əsas istiqamətdə. Geyim və əşya, deməli, geyim və şəxsi gigiyenalardan. Geyim və şəxsi gigiyena. Deyir ki, rahat bədən sıxmayan idman geyimi, rahat. Demir, paltara əyilmə, zorla keçib gəl məktəbə. Deyir ki, rahat bədəni sıxmayan idman geyimi və sürüşməyə meyilli olmayandan gedir söhbət. Sürüşməyən idman ayaqqabısından geyinilməlidir. Yəni, rahat bədəni sıxmayan idman geyimi, yəni idman forması və altı sürüşməyən, onu sıra hərəkətlərində sizə bəlkə də demişəm. Altı sürüşməyən bir idman ayaqqabısının geyinməlidir şagird. Sonra əşyalara bax. Deyir ki, saat, üzük, sırğa, sancaq və digər batan əşyaları çıxarılmalıdır. Baxın, adi elementar bir sizə misal çəkim. Diqqətlə qulaq olun. Məsələn, deyirəm, daha çox qarşılaşdığımız şeylərdə sırğa. Uşaqdır, oynadığı 5-ci sinifdir də, ən azından uşaq deyəndə. 5-ci sinifin uşağıdır, düzdür? Uşaqdır, oynadığı yerdə qız uşağıdır və yaxud da ki, oğlan uşağı qız uşağının dartdı qulağından sırğanı zarafat, nə bilim, onun zarafat, yarı gerçək, dartdı, qulağını cırıldı. Düzdür, Cəbrail müəllim. Cəbrail müəllim, bu epizota kim cavab deyil? Müəllim. Ay, sağ ol. Müəllim burada birinci şəxsdir ki, buna cavab deyildir. Buna direktorun mavini cavab deyil olmur. Niyə deyərsən ki, niyə olmur? Ona görə olmur ki, şagirdi sən idman zalına salanda bunları sən yoxlayırsan. Saatdır, üzükdür, sırğadır, sancaqdır, digər batıcı əşyalardır. Başa düşdünüz? Sonra, əsasən qız uşaqlarına aiddir. İndi olan uşaqlarında da var sözcük, amma əsasən qız uşaqlarına aiddir. Qız uşaqlarında uzun saçların yığılı vəziyyətdə olmalıdır. Qız uşaqlarında. Bu şagirdlərdə nədir? Vacibdir. Bu şagirdlərdə vacib. Deməli, rahat bədəni sıxmayan geyim, altı sürüşməyən ayaqqabıdan istifadə edilməlidir. Əşya, saatdır, üzükdür, sırğadır, yəni şagirddə dərsə aidiyyatı olmayan. Məsələn, sahada nə aidiyyatı var? Müəllimdir, sahada baxır, dərsi keçir və tənəffüsə buraxır və tənəffüsün də vaxtı tamam olanda növbəti müəllim dərsi neyini təşkil edir? Üzükdür. Sən toya getmirsən, bayrama getmirsən. Bu artıqdır. Sırğadır, sancaqdır, nə bilim, digər əşyalardır. Bunlar hamısı nədir müəllimlər? Bunlar hamısı məktəbə aidiyyatı olmayan əşyalardır. Aydındır. Yəni, məktəbə deyəndə daha çox idman zalından gedir söhbət. İdman zalında aidiyyatı olmayan əşyalardır. Uzun saçların da yığılması vacib. Sonra, avadanlıq və mexaniki təhlükəsizlik. Deyir ki, avadanlıq nədir? Bizim istifadə elədiyimiz avadanlıqlardır da, düzdür? Deyir ki, nasaz idman alətlərindən istifadə qadağandır. Nasaz, yəni məsələn, qırıq turnikdir, qırıq paralel qoldur, nə bilim, məktəbin bir çox məktəblərdə olanları deyirəm də, indi o nə bilim, ayaqlı tullanmadır, dəstəli at falan, indi çox məktəbdə yoxdur deyə mən bunları deyirəm. Nə bilim, nəyi deyim, əsasən vacib olan şeylər. Nə bilim, gimnastika nərdivanıdır. Bunlar hamısı nədir? Nasazdırsa, uşaq bunlardan istifadə etməməlidir. Qrup hərəkətləri zamanı şagirdlər arasında məsafə saxlanılmalıdır. Baxın, qrup hərəkəti zamanı şagirdlər arasında məsafə saxlanılmalıdır. Niyə görə? Görürsən, qrup hərəkəti deyir.
qrup hərəkətində şagird bir-birinin belinə çıxmasında, bu biri məsələn hər hansısa bir döşə üzərində tullanma hərəkətin yerinə yetirəndə, İzzət müəllim buradadır yoxsa yox? Məsələn, əsas Sabir müəllim, İzzət müəllim buradadır da. Sabir müəllim, niyə görə deyirsən ki, məktəbdə, zalda döşənin üstündəki bir-birinizlə məsafəni qoruyun? Niyə görə deyirsən? Bir-birlərində toqquşmasınlar da, ara məsələsi olsun. Bir-birlərlə toqquşmasın. Məsələn, hər hansısa bir hərəkəti yerinə yetirir uşaq, düzdür? Görürsən ki, bir-birlərin üstünə çıxır. Bəli. Sonra, üçüncü, deyir ki, metodik təhlükəsizlik. Metodik təhlükəsizlik nədir? Deyir ki, hazırlayıcı hissədə isinmə hərəkətləri mütləq aparılmalıdır. Sabir müəllim, sən şagirdin, sənin tələbin isinmə hərəkəti eləmədən tataminin üstünə çıxmır? Çıxmır müəllim, hökmən olmalıdır. İsinmə hərəkətləri mütləq şəkildə olmalıdır. Və hazırlayıcı hissəsində aparılır, bilirsiniz. 8-10 dəqiqə vaxt var. Yəni, vaxt o, 8-10 dəqiqə. Ki, isinmə hərəkətlərin yerinə getirir. Sonra, fiziki yük, yaş və hazırlıq səviyyəsinə uyğun aparılmalıdır və tədricən artırılmalıdır. Baxın, fiziki yük, məsələn deyirəm, mənim qəbul eləyə biləcəyim ağırlıq, yəni qaldıra biləcəyim ağırlıq, məsələn deyirəm, müəlliməm mən. 60 kiloqramdır da, düzdür? Mənim öz çəkimdə belə deyək, 72 kiloqramdır. Mənim qəbul eləyə biləcəyim yükü bilirəm ki, mənə 60 kilodur. Məsələn deyirəm, Sabir müəllim mənə 80 kiloqramlıq bir dənə kiloqramlıq bir dənə yükü versin, desin ki, bunu apar. Və yaxud da ki, Sabir müəllim, mövzu asılmışkən elə səndən davam edəcək. Sabir müəllim, mən heç 60 kiloqramlıq şagirdim, məsələn, əli, düzdür, əli ilə 80 kiloqramlıq vəlli bir yerə çıxartmışsan ikiyə qədər. Xeyr müəllim. Ay sağ ol. Çünki o ağırlıq burada böyük rol oynayır. Fiziki yük var burada. Fiziki yük. Həmin yükü daşımaq lazımdır. Fiziki yük və yaş kateqoriyası. Yaşla fiziki yük bir-birini neynəməlidir? Tamamlamalıdır. Sonra axırıncıya baxaq. Deyir ki, müəllim bütün şagirdləri eyni vaxtda görə biləcəyi mövqedə dayanmalıdır. Müəllim bütün şagirdləri eyni vaxtda görə biləcəyi mövqedə dayanmalıdır. Aydındır? Aysel müəllim, bir dənə şey saxla. Aha, gedirik indi nəyə? Gedirik indi fövqəladə hallar və ilkin tibbi yardıma. Fövqəladə hallar və ilkin tibbi yardım. Görək bu nədir? Deyir ki, şagird özünü pis hiss etdikdə dərs dərhal dayandırılmalıdır. Başa düşdünüz? Şagird də, məsələn deyirəm, şagird özünü pis hiss eləyəndə, skorunu çağırmışam, gəlir, gedək dərsi davam eləyək, uşaq qalsın orada yiyəsiz, ona baxılmasın, elə bir şey yoxdur. Yadınıza saxlayın. Şagird özünü pis hiss etdikdə dərsi dayandırılmalıdır ki, şagirdin əsasən burada nədir? Həyati təhlükəsi olmasın. Deyir ki, zədələnmə zamanı ilkin tibbi yardım göstərilməli və məktəb rəhbərliyinə məlumat verilməlidir. Zədələnmə zamanı ilkin tibbi yardım göstərilməlidir və məktəb rəhbərliyinə məlumat verilməsi məcburidir, yəni vacibdir. Deyir ki, bu təhlükəsizlik qaydaları hər dərs ilinin əvvəlində və hər yeni idman bölməsində başlamazdan əvvəl şagirdlərə mütləq izah olunmalıdır. Yəni, siz bu danışdıqlarımı neynəməlisiniz?
şagirdlərə bildirməlisiniz və şagirdlərə izahını verməlisiniz. Başa düşdünüz? Sonra deyir ki, təhlükəsizlik qaydaları, deyir ki, fiziki tərbiyə dərslərində deməli, fiziki tərbiyə dərslərində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının analizi. Yanğın təhlükəsizliyi və texniki təxliyə təşkili, yəni şagirdlərin təxliyə olunması. Yanğın təhlükəsizliyi fövqəladə hallar zamanı şagirdlərin həyatını qorunması üçün həlledici əhəmiyyət daşıması vacibdir. Yəni şagirdi qorumaq və onların neyləməsi? Onların təxliyə edilməsi vacibdir. Deyir ki, təxliyə planı üzrə hərəkət, təxliyə planı. Hər bir idman zalının girişində özündən deməli, hər bir idman zalının girişində görünən yerdə yerləşdirilməlidir təxliyə planı. O, görmürsünüz binada, hər hansı bir xəstəxana və yaxud da ki, digər binalara girəndə divarda heç məktəblərdə də olur. Divarda sxem görmürsünüz, sxemlər, nə bilim, biri buradan girdi, qapı buradandır, çıxış buradandır, biri buradan gedir, arxadan çıxır, nə bilim, əsas giriş buradandır. Görmürsünüz heç elə şey? O bütün məktəblərdə olmalıdır. Ondan ötəri olmasa o birbaşa cərimə olurdu məktəb özü. Aysa, birbaşa səhv eləməsəm ona Fövqəladə Hallar Nazirliyi nəzarət eləyir. Səhv eləməsəm. Və o nə üçündür? Onu elə belə şəkil olaraq qoymayıblar. Ora təxliyə planıdır. Yəni binada hər hansısa bir təbii fəlakət, hər hansısa bir yanğın, hər hansısa bir fövqəladə vəziyyət elan olunduqda şagirdlər, məktəblilər və yaxud da ki, idmançılar həmin yerdən təxliyə edilməlidir. Deyir ki, təxliyə planı çıxış qapıları və hərəkət istiqamətləri aydın görülməlidir, göstərilməlidir. Yəni, o təxliyə planı, yadda saxlayın. Sonra, yanğın invertorlar bilirsiniz nədir? O şeylər var, kösə fıqağına oxşar belə bir vedrələr var. Bax, belə bir vedrələrdir. Sonra, nə bilim, yanğın söndürmə şiştidir, sonra, nə bilim, o adı bitərdir. Bomdur, lapatkadır, qumdur, vedrədir. Bomdur, belə şeylərdir. Deyir ki, yanğın invertorları yanğın küncündə tələb olunan ləvazimatların, yəni yanğın söndürmə balonları, vedrələr, balta, link, bax o dediyim link budur. Linkdir. Sonra link bax belə bir düz bir şeydir. O tərəfi belə qeynaqlı olur. Arqa tərəfdə belə yumru bir şey olur. Bax belə. Bax link odur. Linkdir bu alətlərdən, yəni mövcudluğu formal xarakter daşımır. Qəza zamanı, yəni o yanğın söndürmədir, qum vedrələridir, nə bilim, balqadır. Deyir ki, yanğın söndürmə zamanı maniyələrin aradan qaldırılması üçün xidmət eləyir. O boyda bina yanır, sən bir dənə qum vedrəsini götürüb qaçırır, at alovun içinə ki, mən iş bilmişəm, alovu söndürürəm. Belə bir şey nədir, xəyal müəllim? Yoxdur. Yəni, sadəcə onlar nə üçündür? Sənin hər hansısa bir, məsələn deyirəm, balta və yaxud da ki, link, düzdür, qapı bağlıdır və qapı yanmış vəziyyətdədir. Sən onu söndürüb dəf etmək üçündür o. Başa düşdünüz? Sonra gedir indi nəyə? Deyir ki, tikinti materiallarının davamlılığı. Deyir ki, döşəmə və tavanın yanğına davamlı materiallardan hazırlanması, alovun sürətlə yayılmamasını və zəhərli tüstünün əmələ gətirməməsinin qarşısını alır. Yəni, döşəmə və tavanlar elə materialdan hazırlanmalıdır ki, yəni,
neyləməsin? Zəhərlənmənin o qədər tüsü, zəhərli tüsü ifraz etməsin və material davamlı olsun. Yəni 5 dəqiqəsində yanında kül olmasın da, yəni bunu demək istəyir. Deyir ki, idarə etmə və məsuliyyət bölgüsü. Deyir ki, təhlükəsizliyin təmin edilməsi kollektiv məsuliyyət prinsipinə əsaslanır. Kollektiv. Deyir ki, məktəbin rəhbərliyi, idman zalının infrastrukturunun, yəni döşəmə, tavan, işıqlandırma, infrastruktur budur. Və idman avadanlıqları. Avadanlıqlar nədir? Turnik, basketbol lövhəsi və s. Texniki nasazlığına cavabdehdir. Görürsünüz, məktəbin rəhbərliyi idman zalının infrastrukturuna, yəni döşəməsi, tavanına, işıqlandırmasına və idman avadanlıqları, turnikdir, basketbol lövhəsidir, nə bilim, voleyboldur, torudur. Bunların hamısına nədir? Cavabdehdir. Və fiziki tərbiyənin müəllimi, yəni bizlərdən gedir söhbət. İdman zalının infrastrukturu, döşəmə, idman deməli, fiziki tərbiyənin müəllimi hər dərsdən əvvəl və sonra idman zalında vizual diagnostik aparmalıdır. Vizual nədir? Yəni görərək. Uşağa, məsələn deyirəm, xəyal müəllim deməsin ki, filan kəs, get, bax, gör zalda vəziyyət nətərdir? Aydındır. Hər dərsdən əvvəl və sonra idman zalında vizual diagnostika aparılmalı, nasazlıq aşkar edildikdə dərhal rəhbərliyə məlumat verilməlidir. Dərhal rəhbərliyə məlumat verilməlidir. Deyir ki, dərsin dayandırılması, avadanlıqlar və mühitdə təhlükə yaradan hər hansısa bir nasazlıq aşkar edildikdə müəllim dərsi dayandırmaq hüququna və birbaşa vəzifəsidir. Yəni, müəllimin hüququ satır ki, keçdiyi dərsi saxlasın. Niyə görə? Çünki hər hansısa bir avadanlıq nədir? Nasazdır, təhlükəlidir, qəza baş verə bilər hər an, uşağa nəyisə ola bilər. Sonra zədələnmə riskinin minimumlaşdırılması, yəni minimumlaşdırılmaq. Fiziki tərbiyə dərslərində yüksək dinamikaya malik olduğu üçün zədələnmə ehtimalı daha böyükdür. Baxın, bütün dərslərin içində demək olar ki, fiziki tərbiyə dərsi nədir? Ən yüksək dinamikaya malikdir. Dinamikaya malikdir. Yəni, burada uşaq neynəmir? Dayanmır da, ora qaçır, bura qaçır, oynayır, qaçır, tullanır. Məsələn, riyaziyyat dərsi deyir ki, gedə otura partıda, çıxa dərsi danışa və yaxud da ki, misalı həll eləyə, yenə təzədən qayıdıb, əyləşə yerində. Riyaziyyat dərsidir, bu idman dərsi. Deyir ki, şagirdlər idman zalında təhlükəsizlik davranış qaydalarını və riskli zonalar barədə məlumatlandırılmalıdır. Yəni, müəllim önləyici tədbir, yəni qabaqcılığından məlumat verməlidir ki, məsələn deyirəm, idman zalında filan yer təhlükəlidir. Filan yer təhlükəlidir. Deməlidir ki, filan yer məsələn risklidir. Bunlar hamısının haqqında nə eləməlidir? Məlumat verməlidir. Bu, nəyə aid oldu? Bu, idman zalına aiddir. Bu, idman zalına aiddir. İndi deyir ki, mühitin təhlükəsizliyi, gəlin mühitə baxın. Deyir ki, idman meydançasında və zaldan kənar, lazımsız və yaxud da ki, qırıq əşyalardan tam təmizlənməsi. Məsələn, zaldan kənar, yəni idman meydançasında məsələn, qırıq əşya, məsələn, şüşə qırıntısı, ondan sonra nə bilim, lazımsız tullantılardan, belə şeylərdən nə olmalıdır? Tam təmizlənməlidir. Deyir ki, fiziki tərbiyə dərslərində təhlükəsizlik qaydalarına əməl olunması şagirdlərin sağlamlığının qorunmasında əsas şərtdir. Bu qaydalar sistemli şəkildə tətbiq edildikdə dərsin effektivliyi artır, yəni dərs daha yaxşı olur və zədələnmə və fövqəladə hallar
riski minimuma indirilir. Yəni bunları eləsək, bizdə zədələnmə, nə bilim, təhlükəli hər hansı bir iş başımıza gəlməz. Fövqəladə hal yaranmaz. Deyək ki, fiziki tərbiyə dərslərində təhlükəsizlik qaydaları zamanı analiz. Deyək ki, fiziki tərbiyə dərsinin təhlükəsizlik qaydaları şərtlərinin sağlamlığın qorunması əsas şərtdir və bu qaydalar dərsin bütün mərhələlərində əhatə edilir. Pedaqoji yanaşmaya əsasən təhlükəsizliyin tədbirləri üçün 3 dənə əsas mərhələsi var. 1. Dərsin əvvəlində, dərs zamanı və dərsdən sonra. Gəlin baxaq birinci dərsdən əvvəl hazırlıq və şəxsi gigiyenaya. Deyək ki, təhlükəsizlik dərs başlamazdan əvvəl soyunub geyinmə otağından başlayır. Təhlükəsizlik deməli, hardan başlayır? Dərs başlamazdan əvvəl soyunub geyinmə otağından başlayır. Geyim və aksesuarlar. Deyir ki, geyim və aksesuarlar bayaq dedim. Saatdır, sırğadır, üzükdür, cibdə hər hansısa bir açardır, telefondur. Belə əşyaları mexaniki zədə mənbəyinə çevirə bilir. Yəni, istər-istəməz insana neyə bilir? Zədələyə bilir. Yıxılma və yaxud da ki, toqquşma zamanı həm şagirdin özünü, həm də digərinə ciddi xəsarət yetirir. Məsələn deyirəm, belə deyək də, sənin qolunda saat var və yaxud da ki, cibində hər hansısa bir açar var, düzdür? Yıxıldın, nə oldu? Həmin açar hər hansı qıçuğa, qolva, əl və ayağa bata bilər. Yəni, belə şeylərdən ehtiyatlı olmaq lazımdır. Deyək ki, dırnaqlar qısa kəsilməsi gigiyenik baxımından vacib olmaqla yanaşır. Yaxın təmaslı oyunlarda, yəni basketboldur, voleyboldur və yaxud da ki, güləşin növləridir. Bunlarda nə olmur? Cırmaqlama və infeksiyaların riskini azaldır. Cırmaqlama və infeksiya riskini azaldır. Sonra deyir ki, giriş rejimləri, yəni zallara girişdən gedir söhbət. Müəllimsiz idman zalına daxil olmaq qadağandır. Demir, müəllimsiz idman zalına girməyin yox. Qadağandır bir nöqtə. Nəzarətsiz yerinə yetirilən hərəkətlər bədbəxt hadisə ilə nəticələnə bilər. Yəni, uşaq çıxıb turnikə hər hansı bir hərəkət edir, müəllim yoxdur. Və uşaq da əli oradan çıxdı, başı üstə düşdüyürə, boynu qırıldı, İraq olsun. Nə olacaq? Bədbəxtçilik. Düzdür? Deyək ki, dərs zamanı icazə və nəzarətlə. Bu mərhələdə təhlükəsizliyin əsasən təlimatçısı texniki intizam və müəllim nəzarətidir. Deyək ki, gimnastika alətləri və mürəkkəb hərəkətlər zamanı müəllim şagirddən sığorta edilməsi mütləqdir. Gimnastika alətlərindən və mürəkkəb hərəkətlər zamanı müəllimin şagirddə sığorta etməsi mütləqdir. Yəni, şagird sığorta edilməsi nədir? O deməkdir ki, gedib sığorta blankı doldurmalısan. Xeyr. Yəni, əlin ona yaxın olmalıdır ki, hər hansısa bir hal baş verəndə onu tuta biləsən. Başa düşdünüz? Deyək ki, qaçış və tullanmalar zamanı şagirdlər arasında təhlükəsizlik intervalı saxlanılır ki, toqquşma baş verməsin. Yəni, toqquşmanın qarşısı alınması üçündür. Qaçış və tullanmalar bizim əksər müəllimlərimizin istifadə elədikdə, yəni məktəblərdə qaçışlar, tullanmalar. Bunlar zamanı şagirdlər arasında nə saxlanılmalıdır? İnterval saxlanılmalıdır, məsafə saxlanılmalıdır yəni.
Sonra atmaların sektorları. Deyir ki, en riskli zonalardan biridir. Çəki və yaxud da ki, alət atan şagirdin sağında və yaxud da ki, qarşısında dayanmaq olmaz. Yəni, əlindən çıxarıb başı yarar. Bunu demək istəyir. Çünki alətin istiqaməti dəyişə bilər. Yəni, o demək istəyir ki, bunun aləti atan şagirdin sağında, solunda, yəni qabağında durmayında əlindən çıxarıb başına dəyər. Orada da elə bədbəxtçilik olar. Deyir ki, nəm ovucular, nəm ovuc bilirsiniz, nədir müəllimlər? Belə loru dinlədiyində tərli əldən gedir söhbət. O yaducadı hansı idman oyunu deyildi, dedimi? Badmintondadır. Badmintonda o dedimi raketkanı tərli əllə tutmaq olmaz ki, əldən sürüşüb kiməsə xəsarət yetirə bilər, düzdür? Bax, nəm ovuc buna deyir. Deyir ki, turnikdə və ya paralel qollarda nəm əllərin sürüşməyə və ağır yıxılmalara səbəb olur. Əllər quru saxlanılmalıdır. Başa düşdünüz? Əllər quru saxlanılmalıdır ki, əlin oradan sürüşməsin. Yəni, əlin oradan çıxmasın. Sonra, dərsdən sonra bərpa və nizam qaydaları. Deyir ki, soyuq su qadağası. Qızmış orqanizmdə dərhal soyuq suyun təsiri ürək damar sistemi və tənəffüs yollarına mənfi təsir göstərə bilər. Göstərə bilər, yox, onsuz da göstərir. Yəni, bunu bilirik. Yəni, dərhal soyuq su içmək olmaz. Sonra, gigiyenik qaydaları. Tərləmiş bədənin yuyulması və idman formasının dəyişdirilməsi, dərsin sağlamlığı və soyuqlamanın qarşısını alması üçün vacibdir. Yəni, tərləmiş bədənlə neynəmək olmaz? Tərli paltarla qalmaq olmaz. Sonra, deyir ki, zədələnmələrin əsas səbəbləri nədir görək? Zədələnmələr əsasən harda olur? Deyir ki, pedaqoji müşahidələrə əsasən zədələnmələr əsasən aşağıdakı hallarda baş verir. 1. Metodik. 2. Texniki. 3. İntizamsızlıq. Yəni, belə qayda pozuntusu, lor dildə desək. Birinciyə baxaq. Deyir ki, isinmə aparılmadan əsas hərəkətə keçid. Məsələn, deyirəm, Sabir müəllim isinmə aparmadan hər hansısa bir hərəkətə keçsə, uşaq zədələnərsə nə olacaq? Sabir müəllimin metodiki səhv olacaqdır. Düzdür? Metodiki səhv olacaq Sabir müəllimin. İkinci, texniki nasazlıq. Sürüşkən döşəmə, qırıq və yaxud da ki, nasaz avadanlıq. Texnikidir də, bu düzdür. Sürüşkən döşəmə, qırıq və yaxud da ki, nasaz avadanlıq. Avadanlıq dediyi nədir? Turnikdir, paralel qoldur, dəstəlatdır, bunlar avadanlıqlardır. Sonra intizamsızlıq. Saqqız çeynəmək, müəllimin komandalarına əməl etməmək. Məsələn, zədələnmə deyir də, düzdür. Sabir müəllim deyir ki, turnikə çıxma yıxılassan. Turnik nasaz deyir, turnik salamatdır. Prosta mənim duxum belə loru dedilirsə, mənim duxum çatmır da turnikdə hər hansısa bir hərəkət eləyən, düzdür? Neynədim? Müəllimin komandalarına əməl etmədim. Müəllimin dediyindən çıxdım. Çıxdım turnikə, oradan təpəssüslə dəydim yerə. Sabir müəllimi 2 dənə görürəmişik. Düzdür? İntizamsızlıq elədim deyə başıma bu gəldi. Düzdür, Sabir müəllim? Bəli, müəllim. Aysa. Sonra deyir ki, tibbi və fövqəladə hal. Deyir ki, azad olunmuş şagirdlər, tibb qruplarında biz demişdik, bəzi şagirdlər neyniyir? Azaddır dərslərdən, düzdür? Deyir ki, dərsdə tibbi səbəbdən azad edilmiş şagirdlər belə dərsdə iştirak etməli, nəzəri bilikləri və
təhlükəsizlik qaydalarını öyrənməlidir. Baxın, demir dərsdə vacib iştirak eləsin, turnirdə sallansın. Deyir ki, tibbi səbəbdən dərsdən azad edilən şagirdlər, həmin şagirdlər daxil olmaqla bütün şagirdlər dərsdə iştirak etməlidir və nəzəri bilikləri və təhlükəsizlik qaydaları neynəməlidir? Mütləq bilməlidir. Başa düşdünüz? Bəli, müəllim. Qəşəng. Sonra ilk yardım çantası. Deyir ki, hər idman zalında mütləq olmalıdır. Bizim evimizdə yoxdur. Nəyin kimi idman zalımızda olan. Bütün idman zalında mütləq... Nə? Mənim varımdır, hər şey alıb qoymuşam ortamda, hər şey var. Hər idman zalında mütləq olmalıdır. Tərkibinə antispirtlər, yod, spirt, bu şeylərdən gedir söhbət. Sarğı məmulatları, sonra bitdi, pamıldı, plasterdir və soyuducu vasitələr daxil olunmalıdır tərkibində, yəni çantanın içində. Nəticə, fiziki tərbiyə tərsində təhlükəsizlik qaydalarına əməl olunması sistemli yanaşma tələb edir və bu proses dərsdən əvvəl başlayıb, dərsdən sonra da tamamlanır. Yəni, belə deyək də, şagirdlərə nəzarət dərsdən əvvəldən başlayıb, dərsin sonunda tamamlanır. Bu qaydaların mənimsənilməsi şagirdlərin sağlamlığının qorunması və dərsin effektivliyini yüksəltməsinə xidmət edir. Yəni, dərs yüksək olur burada. Sonra, getdik təhlükəsizliyə. Deyir ki, şagirdlərə həkim müayinəsindən keçməli və sağlamlığı imkan verdiyi qrupda məşğul olmalıdır. Yəni, sağlamlığı hansı qrupda imkan verirsə, o qrupda da məşğul olmalıdır. Hava şəraitinə və dərsin mövzusuna uyğun olaraq təmiz və səliqəli idman geyimində olmalıdır. Yəni, hava şəraitindən ona görə deyir ki, məsələn, yanvar ayında -10 dərəcə şaxta var, düzdür, maroz var. -10 dərəcə. Sən uşağa deyirsən ki, yox, sən futbolka ilə gəlməlisən hara? Zala, sənin də zalın buzdur. Ataplenli işləmir. Düzdür? Ona görə deyir ki, hava şəraitinə uyğun və dərsin mövzusuna uyğun. Hansı mövzudan gedirsə, o mövzuya da uyğun olmalı. Deyir ki, üçüncü, soyunub geyinmə otağında müəllimin ilk tələbi ilə çıxmalıdır. Yəni, soyunub geyinmə otağından müəllimin ilk tələbi ilə neynəməlidir? Çıxılmalıdır çölə. Sonra, xəstə olduğu zaman müəllimə tibbi arayışı təqdim etməlidir. Yəni, sən şagirdin xəstədir deyə bugün zala girmir. Yoxlama gəlir, görür ki, sənin şagirdin zalda yoxdur. Ay, məsələn deyirəm, Sabir müəllim, niyə yoxdur sənin şagirdin? Xəstədir. Hə, xəstədir, Allah şifa versin. Hanı bunun tibbi arayışı? Sabir müəllim deyir ki, ay Allah, heç yoxdur. Düzdür, Sabir müəllim? Bəli, müəllim, dəqiq. Sonra idman avadanlıqları və ləvazimatların ehtiyatla yanaşmalı və ondan qaydasında istifadə etməli. Sonra gigiyenik qaydalara hər gün riayət etməli. Gigiyenik qaydalara hər gün riayət etməlidir, yəni təmizliyin hər gün qorumalıdır. Şagirdlərə qadağandır. Şagirdlər bunu eləyə bilməz. Deyir ki, qapalı, deməli, qapıları qəfildən açmaq və qapıdan sallaşmaq, işığı söndürmək, soyunub geyinmə otağında və idman zalında işıqların, lampalarına əl vurmaq. Yəni, qətiyyən olmaz. Qapını qəfildən açmaq, qapılardan sallaşmaq, işığı söndürüb yandırmaq, soyunub geyinmə otağında və idman zalındakı işıqların lampalarına əl vurmaq,
Sonra bu getdi. Sonra işıq rozetkalarına kənar əşyaların daxil etmək. İşıq əşyalarına. Məsələn, mənim bir tanışım var idi, o saça vururları belə bir şey deyə bilmirəm indi. Belə göstərə bildim ya yox, belə adı nədir bilmirəm, dəmirdəndir. İki tərəfi qıynaqdır, buraları yumruq bir şeydir, belə. Belə bir şeydir. Qız qıtaları saça vurur. Yabazaq döyür. Bilmirəm, yabadır da indi vedirədindən. Bax bunun bu tərəfində salmışdı evin rozetkasına, bu qıpqırmızı olub əriyib düşmüşdü yerə. Əlində, amma top vurmamışdı uşağı. Bu qızarmışdı, cərəyanı fırlanmışdı deyə uşağı top vurmamışdı. Başa düşdünüz? Ona görə də elə şeylərdən ehtiyat eləmək lazımdır. Deyir ki, işıq rozetkalarına kənar əşyaları daxil etmək. Dərsdən əvvəl və sonra soyuq su içmək. Dərsin əvvəlində də dərsin sonunda da olmaz. Dərsdən əvvəl qidalanmaq. Bizimkilər polunu yiyir, sonra gedir. İdman zalına girir. Sonra deyir ki, dərsdən əvvəl görülməsi olan təhlükəsizlik tədbirləri. Deyir ki, şagirdlərin borcudur. İdman geyimini soyunub geyinmə otağında geyinmək. Dərsin hər hansısa bir zinət əşyası, yəni zinət əşyası bir üstə nədir? Qızıldan gedir söhbət. Sırğa, üzük, qolbaq, saat, dərsə girməmək, yəni girməyə icazə verilmir. Dərsin keçirildiyi yerə telefon aparmaq, ümumiyyətlə məktəblərə telefon aparmaq. İdman geyiminin cibində kəsici, deşici alətlər gəzdirmək. Kəsici, deşici alətlər gəzdirmək olmaz. Müəllimin rəhbərliyi altında keçirilən dərslərə uyğun hazırlıq görmək. Müəllimin icazəsi ilə məşqələrin keçirdiyi yerə getmək. Dərslərdə nizam-intizam qaydalarına riayət etmək. Bax, bunlar hamısı vacibdir, şagirdin borcudur. Məşğələ zamanı təhlükəsizlik tədbirlərində şagirdin borcudur. Müəllimin diqqətlə izləməli və tapşırıqları dəqiq yerinə yetirməli. Müəllimin icazəsi ilə idman avadanlıqları və ləvazimatları götürməli və tapşırığı yerinə yetirməlidir. Yəni, müəllimin icazəsi ilə. Hərəkət edərkən önə baxmalı, lazımi interval və məsafə gözləməli, toqquşmadan yayınmalıdır. Biz demişdik axı, hərəkət edərkən bir-birini gözləməlidir, interval, məsafə saxlamalıdır ki, toqquşma olmasın. Sonra deyir ki, nasaz vəziyyətdə olan idman qurğularının tapşırığını yerinə yetirməli. Yəni, üzr istəyirəm, nasaz vəziyyətdə olan idman qurğusundan tapşırığı yerinə yetirməməli. Yəni, nasazdan istifadə eləməməli. Sonra, yeni qadağandır, onun üstünə çıxmaq olmaz. Şagirdlərə qadağandır. Müəllimin icazəsi olmadan idman zalını tərk etmək. Ay, mən filan yerə dəyib gəlirəm, belə şey yoxdur. Sırada olarkən bir-birini itələmək, qadalar vurmaq. Yəni, padnoşka deyirlər, nə deyirlər üstündə? Padnoşka olmaz. Basketbol lövhəsi və səbətinə dırmanmaq, ondan sallaşmaq olmaz. Saqqız çeynəmək olmaz. İstəyir müəllimə, istəyir şagirdə qadağandır. Sonra tapşırığı yerinə yetirilməsi və müəllimin izahı zamanı şagirdlərin fikrini yayındırmaq. Sən burada dərs izah edirsən, məsələn, Sabir müəllim dərs izah edir. Mən də oturmuşam dərsdə, Sabir müəllim danışır, mən də öz yerində burdalandan başlayıram o bir uşaqları neynirəm? Fikrin yayındırıram. Aydındır. Sonra yaş əllərlə tapşırığı yerinə yetirmək, bayaq dedim, bunlar hamısı qadağandır. Qəfildən öz hərəkətinin istiqamətini dəyişmək. Sənə başqa hərəkət verirsən, özündən Amerika kəşf edirsən, olmaz. Sonra
ekstremal vəziyyətlərdə və bədbəxt hadisələr zamanı təhlükəsizlik tədbirləri. Deyir ki, şagirdlərin borcudur. Hər hansı zədə aldıqda, hər hansısa zədə aldıqda və yaxud da ki, sağlamlığında pisləşmə hiss edildikdə tapşırığı yerinə yetirməyi dayandırmalı və müəllimi xəbərdar etməlidir. Müəllimə xəbər verməlidir ki, mən halım pisdir, mən və tapşırığı yerinə yetirə bilmirəm. Bax, onu deməlidir. Müəllimin köməyi ilə ilkin tibbi yardım göstərilməli, lazım gəlirsə xəstəxanaya aparılmalı və ya təcili tibbi yardım çağırılmalı. Yanğın baş verdikdə idman zalını müəllimin rəhbərliyi altında təxliyə planı üzrə ehtiyat çıxışdan tərk etmək. Müəllimin nəzarəti, müəllimin rəhbərliyi altında. Uşaq öz başına qaçıb girsin padvala elə yox. Yəni, təxliyə olunmalıdır. Müəllimin göstərişi ilə yanğın haqqında listeyin, məktəbin və yaxud da ki, hər hansısa bir kollecin rəhbərliyinə xəbərdar edilməlidir. Müəllimin göstərişi ilə. Şagirdin, deməli, məşğələlər bitdikdə təhlükəsizlik tədbirlər. Deyir ki, şagirdlərin borcudur. Müəllimin rəhbərliyi ilə idman avadanlıqları və ləvazimatları saxladığı yerə yığılmalı. Yəni, harada saxlanır, həmin yerə yığılmalı. Tör-töküntü eləyib ortalığa töküb getmirsən. Məşğələnin keçildiyi yeri təşkil olunmuş şəkildə tərk etmək. Yəni, təşkil olunmuş nədir? Sənə nətər təşkil eləyib veriblər, o cürdə təşkil eləyib çıxmalısan, tərk eləməlisən. Yoxsa hər şeyi dağıdım, töküşdürüm, çıxım, gedim, elə bir dənə mənə aid idi, bu yox. Çünki səndən sonra uşaq girəcək. İdman geyimini soyunub geyinmə otağında dəyişmək. Elə harada gəldim, birini çıxardım, tulluyum, obursun geyinim, yox. Əlləri sabunla yumaq. Yəni, bu şagirdlərin borcudur. Aydındır, müəllimlər? Yəni, bu sadə bir şeydir. Yəni, çoxca